Analar həddindən artıq çox qoruyucu mama uşağı böyüdür. Atalar iştirak etmir oğlanların böyüdülməsində. Oğlanlar mama uşağı kimi dikbaş böyümürlər. Mən deyirəm, oğlanların böyüdülməsi çox çətin məsələdir. Sən onları gələ atasan. Kişinin puxtələşməsi yaşdan asılı deyil. Kişinin puxtələşməsi gördükləri çətinliklərə qalib gəlməklə puxtələşir. Sən belə 20 yaşında əziyyət görmüş bir oğlan tapa bilərsən ki, o 40 yaşda yaxşı həyat görmüş kişidən qat-qat yaxşı kişidir. Kişini puxtələşdirən çətinliklərdir, zaman deyil. Ona görə də valideynlər oğlan uşaqlarını mən az qala 11 yaşından zibilin içinə tullamalıdırlar. Get həll elə, get pul qazan, get onu elə, get bunu elə. Dikbaş ol, özün bazarlıq elə. Yəni ki, bunu böyütməli, kişini böyütməlidir. Çətinliyin içində böyütməlidir ki, 20 yaşında artıq çətinliklərə necə qalib gələ bilər, özündə əminlik olsun ki, mən indiyənə kimi valideynlərim o qədər çətinlikdən keçiriblər ki, mən əminəm ki, mən istənilən şeyin qarşısına gələ bilərəm. Və bu əminlik qadına da ötürməlidir, öz qadınına da ötürməlidir. Qadına nə lazımdır?